Testosteron səviyyəsinin aşağı olması hansı cinsi funksiyalara təsir edir? Məsələn, sərtləşmə problemi və yaxud da erkən boşalma kimi problemlərə yol aça bilərmi? Həm qadınlarda, həm kişilərdə müəyyən yaşda, mən bir araları söylədiyim kimi, 35-40 yaşdan həm cinsi hormonların funksiyası düşür, həm digər bədəndə olan fəaliyyətlər yavaş-yavaş indi ildə bir neçə faiz düşə bilər. Əlbəttə ki, müəyyən cinsi problemlər də yaradır. Erkən boşalma ilə birbaşa əlaqəsi yoxdur. Onu mən yanaşı təsir kimi həmişə izah edirəm. Əgər ereksiya tam uyğun deyil, artıq bu kişidə həm psixoloji stres yaşanılır və tez boşalma baş verə bilər. Ancaq əsas onun təsiri ereksiya olmuş olur. Həm libido düşür. Əlbəttə ki, testosteron səviyyəsi düşəndə kişinin həm fiziki, həm psixoloji sağlamlığında, vəziyyətdə azalmalar olur, həvəsi az olur, həm iş qabiliyyəti azalması baş verə bilər. Hər bir kişinin fəaliyyətində cinsi həyatla bir yerdə problemlər baş verə bilər.